Bu ilki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən çoxşaxəli gündəmlə keçirilir. Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. 2030-cu ilə qədər 6.5 giqavat yeni enerji gücləri, eyni zamanda 2027-ci ilə qədər 2 giqavat bərpa olunan enerji güclərinin əlavə olaraq şəbəkəyə qoşulması nəzərdə tutulur. 4 regional enerji bağlayıcı xətlərini işləyirik. Bunlardan biri deməli Xəzər, Qaradəniz, Avropa yaşıl enerji dəhlizi, Azərbaycan, Türkiyə, Naxçıvan vasitəsilə enerji dəhlizi, Mərkəzi Asiya ilə Azərbaycanı ilk dəfə olaraq bağlayacaq yaşıl enerji koridoru, yeni bir yaşıl dəhliz, Şərq-Qərb dəhlizi. Yaşıl enerji resursları, Xəzərin dənizdə külək potensialı, quruda külək potensialı, bərpa olunan enerji potensialının həm ölkə daxilində istehsalı, həm də potensial bazarlara ixracı nəzərdə tutulur.